Mən evimə çörək pulu aparıram, mən icazə vermərəm ki, sən mənə maneçilik törədəsən. Mən çörəyimin davasını eləyərəm. Amma efirdə yox. Efirdə. Yəni bunu bugün deyirəm. Kimsə danışır, eləyir. Bu məcbur deyil, mənə hamı sevər. Və yaxud hər hansısa bir sənətkar mütləqdir ki, mənə sənətkar deyək, mən sənətkar olam. Elə şey yoxdur. Mən nədə, mən bu dəqiqə imtahan ərəfəsində deyiləm. Yaşımın... Keçi vardı burada. Ola bilər, insan həmişə oxuyur, öyrənmək həmişə lazımdır. Amma imtahan vermək ərəfəsində deyilsən. İmtahan vermək ərəfəsində deyiləm və heç kimə xahiş eləməmişəm mənədir. Mən kimə lazım və yaxud kimsə məni sevirsə, kimsə mənə iradı varsa, onu efirdən özünü yaxşı görsətmək üçün efirdən deməsin. Yaxşı dost sözü üzə deyər, düzdür qardaş? Deyər. Ekrandan yox. Bəli. Yaxşı məsləhətçi də cəmaatın içində verməz məsləhəti. Əgər sənə doğrudan da məsləhət vermək istəyirsə, bu sənə şəxsən özünə deyir. Yox, əgər efirdən kiminsə haqqında bu oldu, belədir, ümumilikdə danışa bilər, mən demirəm heç kim, amma şəxsən mənim adımı çəkib mənə göstərişi efirdən vermək fikir varsa kiminsə, bu bəllidir də, bu adam özünü yaxşı görsədib, kimsə qarşısında aşağılaması və buna da inşallah ki, mən icazə vermək istəmirəm, düşünmürəm ki, icazə verim. Çünki mənim adım çəkiləndə təkcə mən baxmıram, bundan yanaşı, mənlə yanaşı mənim yaxınlarım, mənə görə narahat ola bilən insanlar da baxır. Və adam var ki... Öyle dostlarım da ola bilər, və səni sevənlər ola bilər. Mənlə yanaşı, heç olmasa mənim yarım qədər onlar da narahatçılıq keçirir. Çünki onlar görür, axı, mən zəhmət çəkirəm studiyada, yaxşı, pis, yenə də deyirəm. Yaxşı odur ki, bugün nəsə var ki, bugün bura televiziyadır. Burada mən düşünürəm ki, televiziya... Əlbəttə ki, haradasa nəsə var ki, siz birinci... İndi mənə ola bilər deyirsiniz, belə indi deyirsiniz, ya Allah köməyiniz olsun, mənim pis səhətlərim də var, səhvim də ola bilər. Mən həmişə birdən mənə kimsə deyirəm, qardaş, başına dönərəm, mənim haqqımda çox yüksək fikirdə olma. Sabah adi bir dənə səhv eləyərəm, gözündən elə düşərəm ki, çünki sənin fikrin mənə çox gözündə məni böyütmə. Mən bunu yaxınlarıma da deyirəm, məni gözünüzdə çox böyütməyin. Çünki mən də səhv eləyə bilərəm. Məni orta, nəsə bir fikriniz var da çox da yekətmir də, səhv eləyəndə gözünüzdən çox yüksəklikdən heç düşüb, vəbşi bərbad olmuyor. Bildiniz qardaş, indi sözümün canı odur ki, əgər kimsə kiməsə nəsə məsləhət vermək istəyirsə, mənə, şəxsən öz adımdan deyəm. Fikri varsa, desin dediyi yerə də gələrəm. Əgər mənə məsləhət verə biləcək dərəcədədirsə də, yəni boş-boşuna elə hər deyilənə durub getmək deyil. Verməksə gözüm üstə